Quran ayələrində də bundan söhbət gedir. Məyər onlar üçün əmin-amanlıq bir yer etmədiyimi, yəni Məkkədən söhbət gedir. Və həmçinin bütün müsəlmanlar yaşadığı yerdən söhbət gedir. İnsanların yaşadığı yerdən söhbət gedir. Və oranı əmin-amanlıq yurdu etmədiyimi buyurur Allah Teala. Məyər görmürlər ki, biz onlara əmin-amanlıq olan bir yer yaratdıq. Halbuki ətrafındakı insanlar bu əmin-amanlıqdan uzaq idilər. Ənkəbut surəsində. Ona görə də Allah Teala buyurur ki, xatırlayın o vaxtı ki, siz yer üzündə az idiniz, zəif və acizidiniz, insanların sizə hücum etmədindən qorxurdunuz, amma Allah sizə möhkəmləndirdi, öz köməyi ilə qüvvətləndirdi və halal nemətlərindən ruzu verdi. Bəlkə şükür edəniz. Ənfəl surəsi Allah Teala xatırladır bunu Peyğəmbərimizin sahabələrinə. Həmçinin bu bütün müsəlmanlar aiddir ki, əmin-amanlıq yurdunda yaşayırsa Rəbbinə çoxlu şükür etməlidir. Baxın, Peyğəmbərimiz sallallahu aleyhi və səlləm hər yeni hilalı görəndə, yeni ay girəndə nə deyərdi? Allahu Əkbər, Allah böyükdür. Allahım, bu ayı bizim üçün əmin-amanlıq, iman, salamatlıq et deyərdi. Baxın, özünün sevdiyi və razı qaldığı işlərdə bizə müvəffəqiyyət ver. Ey yeni çıxan ay, bizim də Rəbbimiz, sənin də Rəbbin olan nədir? Tək Allahdır.